Salamünaleyküm barcha. Demak, 14-chi temamız matematik amallar. Bizlar bu darsimizda matematik amallarni ko'rib chiqamiz ekan. Demak, bizlarda 3 dona amalimiz bor. Qo'shish, ayirish, ko'paytirish, bo'lish. Bular arifmetik amallar deb aytiladi. Demak, arifmetikada shular qo'llanadi ekan. Qaraydigan bo'lsak, bizlarda qo'shish amali bilan ayirish amali ikkisi teng huquqli va ko'paytirish amali bilan bo'lish amali ikkisi teng huquqli. Demak, bular teng huquqli ekan. Demek bular ham teng huquqli ekan ikkisi. Demak, qaraydigan bo'lsak, misollarda kelsa, masalan, 7 ayiramiz 3, qo'shamiz 2. Birinchi qo'shishni bajarmaymiz, balki biz chapdan o'ngga qarab ketamiz. Ya'ni bizlarda ayirish bilan qo'shishlarni belgimiz ikkisi teng huquqli bo'lgani uchun 7 dan 3 ni ayiramiz, 4 bo'ladi va 4 2 ni qo'shamiz, 6 soni hosil bo'ladi ekan. Bu yerda ko'pchilik o'quvchilar 3 2 ni qo'shadi, 5 deydi. 5 dan 7 dan 5 ni ayirib qo'yadi. 7 ayiraman 5 deydi. Demak, bu 2. Bu ikkisi hech qachon teng bo'lmaydi. Birinchi bizlarda ayirish bajariladi, chapdan o'ngga qarab ketishimiz kerak, keyin qo'shish bajariladi. Ko'paytirish ham xuddi shuni. Demak, 7 ni ko'paytiramiz 3 ga, bo'lamiz 7 ga. Qaraydigan bo'lsak, 7 ni 3 ga ko'paytiramiz va keyin 7 ga bo'lishimiz kerak. 7 3imiz 21, keyin bo'lsak 7 ga 3 hosil bo'ladi ekan. Ko'pchilik o'quvchilar 3 ni 7 ga bo'lib bilmaydidan yechib bilmayman mana deydi. Shuning uchun bu xatoni qilmaslik kerak. Ya'ni birinchi ko'paytirish bajariladi, keyin bo'lish bajariladi. Ikkisi bu yerda teng huquqli bo'ladi. Demak, shu amallarni ko'rib chiqamiz endi. Qaysi biri to'g'ri, qaysi biri xatoligini ko'rib chiqamiz. Demak, 13 dan 4 ni ayiradigan bo'lsak, 9 to'g'ri. Bu amalimiz to'g'ri. 7 ga 3 ni qo'shadigan bo'lsak, 10 keladi, bu to'g'ri. 6 ga 9 ni qo'shadigan bo'lsak, bizlarda 14 kelmaydi. Bu amalimiz xato ekan. Xato bajarilgan bu amalimiz. Keyin 11 dan 4 ni ayiradigan bo'lsak, bizlarda 8 soni hosil bo'lmaydi. Bu yerda demak, bu ham xato bo'ladi ekan. Bu xato amalimiz hisoblanadi. Endi shu misollarga e'tibor qaratamiz. Demak, 3 ni 6 ga bo'lib 2 ni qo'shing deb qo'ydik. Biz 6 ni 3 ga bo'lamiz, 6 ni bo'lamiz 3 ga, qo'shishimizga 2 ni. Demak, birinchi amal bu yerda qo'shish bilan ayirish kelgan vaqtda bizlarda, ya'ni qo'shish amali bilan ayirish amali, ya'ni bularni huquqi ko'paytirish va bo'lishligidan pastroq. Ya'ni birinchi kelgan vaqtda ko'paytirish bilan bo'lish bajariladi, keyin esa qo'shish bilan ayirish bajariladi, chapdan o'ngga qarab. Birinchi amalimiz bo'lish amali bajariladi. 6 ni 3 ga bo'lsak 2 bo'ladi. Qo'shamiz, ya'ni ikkinchi amalimiz qo'shish amali. 2 ni qo'shishimiz kerak. 2 2 ni qo'shsak 4 bo'ladi ekan. Ikkinchi misolimiz, demak, 400 ni 2 ga ko'paytirib, keyin ayirishimiz kerak 40 ni, keyin ko'paytirishimiz kerak 9 ga. Ko'pchilik o'quvchilar 400 ni 2 ga ko'paytiradi, keyin 40 ni ayiradi va 9 ga ko'paytiradi. Bu xato hisoblanadi. Nasimdasa bizlarda ko'paytirish va bo'lishning huquqi qo'shish va ayirishning huquqidan yuqori bo'lgani uchun birinchi, ikkinchi ikkita ko'paytirishni bajarib olishimiz kerak. 400 ni 2 ga ko'paytirsam 800 bo'ladi. Ayiraman. 40 ni 9 ga ko'paytirsam 4 9 36, ya'ni 360 soni hosil bo'ladi ekan. Endi 800 ni 360 sonini ayirishimiz kerak. 800 dan ayiramiz 360 sonini. Ayirsak 0, bir o'rniga olib beramiz. 4 7 440, ya'ni 440 soni hosil bo'ladi ekan. Ikkinchi misol, uchinchi misolimizga qaraydigan bo'lsak, demak, 120 ga qo'shishimiz kerak 180 ni, bo'lishimiz kerak 2 ga va 5 ga ko'paytirishimiz kerak. Ko'pchilik o'quvchilar bu yerda biladilar, ya'ni birinchi bo'lish bilan ko'paytirish bajariladi deydi, lekin ansatrak yo'lni qilsak oladilar. 2 ni 5 ga ko'paytiradilar, 10 bo'ladi. 180 ni 10 ga bo'lsak 18 soni hosil bo'ladi. 18 ga 120 ni qo'shsak 138 bo'ladi. Bu xato hisoblanadi. Birinchi bo'lish bajariladi, keyin ko'paytirish, ya'ni chapdan o'ngga qarab qaysi birinchi kelgan bo'lsa, shuni bajarishimiz kerak. Avval biz 180 ni bo'lishimiz kerak 2 ga. 2 ga bo'ladigan bo'lsa 90 soni hosil bo'ladi. Endi biz 90 sonini 5 ga ko'paytirishimiz kerak. 90 ni ko'paytiramiz 5 ga, ya'ni 450 soni hosil bo'ladi. Keyin 450 ni ustiga 120 ni qo'shishimiz kerak, ya'ni 120 plusdan 450 qo'shadigan bo'lsak 570 soni hosil bo'ladi ekan. Shu ikki misollarga e'tibor qaratamiz. Demak, birinchi misolimiz 120 ga qo'shishimiz kerak 180 ni, bo'lishimiz kerak 2 ko'paygan 5 ga. Bu yerda qaraydigan bo'lsak, eng birinchi usulimiz bu yerda kaos bajariladi. Nerda kaos kelgan bo'lsa, shu eng birinchi usul hisoblanadi. Ya'ni bu qo'shishdan ham, ya'ni ko'paytirish bo'lishdan ham birinchi bajariladigan amal ekan kaosimiz. Kaosimizga qaraydigan bo'lsak, 2 ni 5 ga ko'paytirishimiz kerak. 2 ni 5 ga ko'paytiradigan bo'lsak 10, 180 ni endi kaosga bo'lishimiz kerak. Kaosning ichidagi natija, ya'ni kaosning ichidagi natija 10 dan. 180 ni bo'lamiz 10 ga. 10 ga bo'lsak 18 keladi. Demak, 18 keldi. Endi biza so'nggi amalimiz bu qo'shish amalini bajarishimiz kerak. 120 ga qo'shamiz 18 ni, ya'ni 138 hosil bo'ladi ekan. Buning natijasi 138 hosil bo'ladi ekan.
İndi keyingisine qaridon bolsaq, başda kaosun içi, yəni 120-yə 180-ni qoşuşumuz gerek. Çıxan nəticəni 2-yə bölüşümüz gerek və 5-ə köpəytirişimiz gerek. Yəni aytib ötkənimizdə 2-ni 5-ə köpəytirib, uğundab durub, ilə bu çıxan nəticəni ona bölüb qoysaq, bu xata boladı. Gəlin görüb çıxalım sizə. 120-yə 180-ni qoşamam. 120-yə qoşamam 180. Qoşandan bolsam 0, 0, 2, 3. Yəni 300 sonun xası bu alakən. İndi 300-nü bölüşüm gerek mən. 2-ni 5-ə köpəytirəm, 10 boladı. Yəni 30. Demək 30 deyən nəticəmiz çıxdı şu usul nəticədən bolsa. İndi bizə üzərimiz bilədi usul nəticəmiz. Yəni birinci bölüş, keyin köpəytiriş boladan bolsa, başqaçaraq çıxamayən cavabı deyən nəticəni görüb görəmiz. Məsələn 120-yə 180-ni qoşduq 300. 300-nü bölüşüm gərək 2-yə. Yəni 150 sonun xası var. 150-ni 5-ə köpəytirişim gərək. 5-ə köpəytirədim bolsa, bir də 5 0 0 5 5 25 5 2 də 5 1 5 750 sonun xası var. 750 bilən 30 sonu dəyəməz ekan bir-birinə. Demək birinci usulumuz da işləb olmaydı. Yəni ikinci usulumuz. Birinci kaosun içini bəcərəmiz, keyin 2-yə böləmiz, keyin 5-ə köpəytirəmiz. Şunda nəticə doğru çıxadı. Əməllər getmək getdi ki, şunda doğru boladı. Demək şu misala etibar qaratamız. Demək kaoslarını şunun qoşumuz gerəkən nəticəmiz 36 çıxışı gərəkən. Bizə onun üçün cavablarını bəlirləyən, yəni cavablarını təşkil görsəkəm yetərli oladı. Məsələn, cavab təşkilimiz. Birinci köpəytiriş əməlini bəcərəmiz, yəni kaosun içi. Kaosun içini bərədən bolsaq, yəni 3-nü 20-yə köpəysək 60 tane xası buladı. 60-nı 10-a bölədən bolsaq, bizlərdə 6 tane xası buladı. 306-nı qoşamız, yəni 206 tane xası buladı. Yəni cavabımız çıxmayacaq. Yəni bizə 36 çıxışımız gərəkədir. Şöhrə kaos qoysam 306 tane xası buladı. Yəni xata. İndi keyinki cavabını təşkil görəmiz. 300-ə 20-ni qoşamam. 320 buladı. 320 buladı. İndi 320-ni 3-ə köpəytirişim gəlir. 3-ə köpəytirədim bolsam 3 0 0 3 2 6 3 3 9. 960 tane xası buladı. İndi şunu mən 10-a bölüşüm gerek. 10-a bölədiyən bolsam 96 tane xası buladı bizlərdə. 96 deyənimizdən bizlərdə xata, bizlərdə nəticə 36 tane xası buluşu gerek. Qaridon bolsaq bu cavaba əvvəl 3-nü 10-a bölüşümüz gerek. Bizə 3-nü 10-a bölüşünü hələ ötmədik. Şunun üçün bilməyimiz. Bu cavabın şörün üzündə xata buladı. Cavaba qaridon bolsa, yəni 20-ni 3-ə köpəytirəmiz başda. En birinci kaosun içi və yenə köpəytiriş bəcərilədi. Qoşudan əldə edilir. 3-nü 20-yə köpəytirədən bolsa 60 tane xası buladı. 360-nı qoşamız. 300-ə qoşamız 60-nı. Demək 360 buladı və onu 10-a bölədən bolsa 36 tane xası buladı ekan. Bizlərdə doğru cavabımız D cavab ekan. Yəni kaosunu 300 və 3-nü keyinə qoyadan bolsaq nəticəmiz 36 çıxad ekan hesablaganda. Demək şu misalımızdan görüb ötəmiz. Bunda ham şərt şunu deyəkən, kaosun şunun qoşumuz gerek, nəticəsi 317 bölüş gerek. Bizədən cavab bəlirləyən cavablarını təşkil çıxsaq ham yetərli buladı. Yəni birinci əməlimiz kaosun əməlini bəcərəmiz. 8 6-nı ayırsaq 2 boladı. 40-nı 2-yə köpəytirəmiz. Əvvəl 80 boladı. 80-ni bölüşümüzə 2-yə. Bölədən bolsaq 40 hasıl boladı. Demək bizlərdə 317 çıxmadı. Bu cavabımız xata ikən. Keyinki cavabımız C cavabı təşkilləmiz. 40-nı 8-yə köpəytirəmiz. 320 boladı. Ayırışımız 6-nı. 320-yə 6-nı ayırsaq 314 hasıl boladı ikən. Və 314-nü bölüşümüz gərək 2-yə. 2-yə bölədən bolsaq bizə 11-in içində 5, 14-in içində 7, 157 sonun xası buladı ikən. Bu ham xata ikən, demək C cavabımız ham xata. Bu cavabın qaridon bolsaq 40. Yəni birinci kaosun içini bəcərəmiz, əvvəl bölüşü bəcərib alamız. 6-nı 2-yə bölədən bolsaq, 6-nı 2-yə bölsək, demək 3 boladı. 8-də 3-nü ayırsamız, 8-dən ayıramız 3-nü 5 boladı. 5-ni 40-a köpəytirsək 200 xası boladı ikən. 200 deyənimizdən bizlərdə xata cavab boladı. D cavabını təşkil görəmiz indi. Demək 40-nı 8-ə köpərsək 320, yəni ayıramız ki 6-nı 2-yə böləmiz. 6-nı 2-yə bölsək 320-də 3-nü ayıramızda 317 sonun xası boladı. Bizlərə gərəkli cavab 317-dədir və 317 D cavabda çıxdı. Şunun üçün D cavabımız doğru cavab boladı ikən bizlərdə.